Bu Laçında bizim həyata keçirmiş olduğumuz 11-ci əmək yarmarkasıdır. Çünki böyük qayıdış çərçivəsində məşğulluğun təmin edilməsi Dövlət Məşğulluq Agentliyinin ən ümdə vəzifələrindən biri və ən hassas yanaşdığı fəaliyyət istiqamətlərindən biridir. Burada əmək yarmarkaları aktiv məşğulluq tədbirlərinin bir formatı, bir növüdür. Biz burada tələbi formalaşdıran, işə götürənlər, onların vakansiyaları ilə təklifi formalaşdıran, iş axtaranlar və işsiz şəxslərimizi bir araya, bir müstəviyə və bir platformaya toplayırıq. Onların əyani ünsiyyətini və münasibətini, eyni zamanda əmək münasibətlərinə başlaya bilmələri üçün tələb olunan fikir mübadiləsini, müsahibəni həyata keçirmələrinə şərait yaradırıq. Bugün burada ümumilikdə 21 işə götürən tərəfindən 9-u dövlət, 12-si özəl sektor olmaqla 86 vakansiya təklif olunur. İnanırıq ki, burada ciddi bir həcmdə əmək münasibətlərinin başlanğıcı olacaqdır. Uzun müddət yolda işləmişəm. Yol mühəndisiyəm əslində desəm. İndi də mühəndisliklərə qədər gəlmişəm, müraciət edəm, görüm uyğun iş varsa işləyəm, belə işlərin. İndi burada tikinti təşkilatı vardı, ona yaxınlaşdım, sağ olsun, yaxşı münasibətlə qarşıladı və dediyim təhliflə əsasən məni qeydiyyatdan keçirdi. Öz minnətdarımı bildirirəm. Özüm sürücüyəm, avtobus sürücüsüyəm. Yəni bu günləri ondan əlaqədar müraciət elədim. 2 dənə vakansiya vardı, ikisinə də müraciət eləmişəm. Dedilər, xəbər eləyəcəyin, nəticəsini deyəcəyin sizə. Laçında işləmişəm. Laçın ilk alınandan elə ilk əziyyət çəkənlərin biri mən olmuşam Laçında. Yəni özümün avtobusumdan ilk sakinləri mən daşımışam evlərinə, yeməyə aparmışam, gətirmişəm.